Salam əziz şagirdlər, sizə 8-ci sinifin yeni dərs vəsaitində olan insanın qan dövranı mövzusunu tədris edəcəyim. Deməli, insan qan damarlarının 3 növü mövcuddur: arteriya damarlar, vena damarlar və kapillər damarlar. Arteriya damarlar şəkildən göründüyü kimi xaricdən birləşdirici toxuma, orta saya, daxildən isə epitel toxumadan təşkil olunmuşdur. Vena damarları da arteriya damarları kimi xaricdən birləşdirici, orta saya, daxildə isə epitel qatı ilə təşkil olunur. Vena damarla arteriya damarın fərqi isə vena damarlarında aypara qapaqlarının olmasıdır. Kapillər damarlar isə bir qatlı epiteldən təşkil olunur və kapillər damarların funksiyaları nədir? Kapillər damarlarda qazlar mübadiləsi gedir. Ürəkdən çıxan damarlar arteriya, ürəyə daxil olan damarlar isə vena damarlar adlanır. Burada insan orqanizmində olan iki növ qan dövranı, böyük qan dövranı və ağciyər qan dövranı olaraq iki hissəyə ayrılmışdır. İlk əvvəl böyük qan dövranına baxaq. Sol qulaqçığa gələn təmiz qan sol mədəciyə daxil olur. Sol mədəcikdən qan aortaya keçir. Aorta gördüyünüz kimi müxtəlif şaxələr verir. Bu şaxələr başa, yuxarı ətrafa və eyni ilə də aşağı ətrafa və daxili orqanların hər birinə arterial qanla təchiz edir. Və burada olan kapillər damarlarda qazlar mübadiləsi prosesi gedir. Qazlar mübadiləsi nəticəsində hansı ki bu arterial qanda olan oksigen qazı keçir burada olan hüceyrələrə, onlarda olan karbon qazı isə keçir qanın daxilinə və qazlar mübadiləsi nəticəsində arterial qan çevrilir venoz qana. Venoz qan aşağı ətraflardan və aşağıda olan daxili orqanlardan aşağı boş venaya, bax buradan aşağı boş venaya, yuxarı ətraflardan, boyundan, başdan gələn deməli venoz qan isə yuxarı boş venaya tökülür. Aşağı boş vena və yuxarı boş vena sağ qulaqçığa, sağ qulaqçıqdan isə sağ mədəciyə daxil olur. Beləliklə böyük qan dövranı bitir. Böyük qan dövranı harda başladı? Böyük qan dövranı başlayır sol mədəcikdə, bitir sağ qulaqçıqda. Qan dövranları ümumiyyətlə mədəcikdə başlayır və qulaqçıqda bitir. Gələk ağciyər dövranına. Ağciyər dövranı sağ mədəcikdən başlayır. Sağ mədəcikdən ağciyər kötüyü çıxır. Ağciyər kötüyü iki şaxə verir. İki ağciyər arteriyalarına şaxə verir. Bu şaxələr ağciyərə daxil olur və burada olan kapillər damarlarda yenə qazlar mübadiləsi gedir və nəticədə venoz qan arterial qana çevrilir və ürəyin sol qulaqçığına tökülür. Deməli, ağciyər dövranı sağ mədəcikdə başladı və sol qulaqçıqda bitdi. Burada bir şəkil nəzərinizə çatdırmaq istəyirəm sizin. Öyrəndiklərinizi tətbiq edin də. Deməli, bir neçə şəkil var. Bu şəkillərdə birinci şəklə baxaq, qanın hərəkət sürəti verilib. Və bu hərəkət sürəti arteriya damarı, kapillyarlarda və venalarda göstərir. Qanın hərəkət sürəti ən çox yavaşdır kapillyar damarlarda. Səbəb nədir? Kapillyar damarlar çox incədir, ümumi sahələri çox genişdir və bunlarda maddələr mübadiləsi üçün müəyyən qədər vaxt lazımdır. Ona görə də kapillyar damarlarda sürət ən zəifdir. Gələk qan təzyiqinə. Qan təzyiqi baxın, arteriyalarda daha böyükdür. Kapillyarlarda aşağı düşür, venalarda isə ən aşağıdır. Səbəb nədir? Venalarda qan təzyiqinin aşağı olmasının səbəbi venaların ürəkdən çox uzaq yerləşməsi, divarların nazik və elastik olması, axın sürətinin zəif olması və bunlarda qapaqların nəticəsində qan təzyiqlə irəli getməsini təmin edir bunlarda olan qapaqlar. Və gəlirik üçüncü damar mənfəzi. Baxaq, damar mənfəzi ən çox götürülür kapillyar damarlarda. Nəyə görə kapillyar damarlarda? Çünki kapillyar damarların sayları çoxdur. Bütün orqanlarla sıx şəbəkələr yaradır
və onlar kiçik də olsalar da birlikdə çox böyük sahəni əhatə edirlər. Ona görə də kapillyar damarların damar mənfəzi ən genişdir.